rəhimli, mərhəmətli Allahımızın adıyla icazə verin, bugünkü tədbirimizi açıq elan edin. Lakin fəaliyyətə başlamaq üçün dövlətimizin himnini səsləndirək, ona hörmət ehtiramımızı bildirək. Nəzərə alsaq ki, Səxavət müəllim Azərbaycanda doğulub boya başa çatıb, lakin gənclik illərindən taleyi onu Özbəkistan Respublikası ilə qaynayıb qarışmağa şərait yaradıb və ona görə də icazə verin, indi də Özbəkistan Respublikasının dövlət himnini dinləyək. Burada olanların hər biri müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaqla bərabər, bugünkü gündə də əl-ələ verib dövlətimizin müstəqilliyi uğrunda bütün qüvvələri səfərbər eləyərək özümüzü cəmləşdirmişik. Lakin Səxavət müəllim isə talih elə gətirib ki, Özbəkistanla qaynayıb qarışmalı olub, gedib orada bir Özbək gözəli ilə deyərdim ki, tanış olub, talih onların ömrünü birləşdirib, nəhayət ailə həyatı qurublar və Səmərqənddə Dövlət Universitetinə qəbul olaraq orada təhsil alıb. Sonra tədricən orada müxtəlif vəzifələrdə irəli çəkilib, yekun nəticədə gəlib, Turan Elmlər Akademiyasının rəyasət heyətinin üzvlərindən biri olub. Bunu nəzərə alaraq icazə verin. Turan Elmlər Akademiyasının rəyasət heyətini, prezidenti və rəyasət heyətinin hər bir üzvlərinin adından Səxavət müəllimi bugünkü əziz gün müqabilində təbrik edeyim. Ona yeni uğurlar arzulamaqla bərabər bugünkü yubiley tədbirində də uğurlu keçməsi ilə bağlı yeni bir ruh, yeni bir müqəddəs əzmkarlıq arzulayım. Təbrik edeyim. Bunu mən Heydər bəy, Bababəy yollarından siz təbrik ediyorum. Oldu, təbriklər. Çünki hər birinizin ürək dolusu sözləri var və bugünkü gündə sizə təqdim olunan kitabda demək olar ki, əksəriyyətinizin arzusu, istəyi, fikirləri var. Vaxtın azlığını nəzərə alaraq bəri başdan sizin hər birinizdə xahiş edirəm. Elə eləyək, fikirlərinizi yığacam, lakanik şəkildə çatdırasınız ki, vaxt baxımdan hamısını yerbəyer eləmək imkanımız olsun. Mən bilirəm, Əsgər müəllimdən Səxavət müəllimin xeyli münasibətləri var. Birinci elə sözü Əsgər müəllimə vermək istəyirəm və xahiş edirəm ki, öz fikrini yığcam şəkildə bizlərə çatdırsın. Bəlkə də Səxavət müəllimi burada ilk tanıyanlardan, məndən əvvəl tanıyanlar olar, mən olmuşam. 2018-ci ildə mənim elmi rəhbərim rəhmətli Teymur müəllim zəng elədi ki, Əsgər səhər Şərq Respublika qəzetinə getdim. Sonra söhbətdə məlum oldu ki, bəli, Teymur müəllim bir neçə gün əvvəl Turan Elmlər Akademiyasının ilk akademiki Azərbaycanda Teymur müəllim seçildi. Və Teymur müəllimin göstərişinin məsləhəti ilə və sənədləri hazırladıq. Səxavət müəllim bunları yerinə yetirdi. Teymur müəllimdən sonra sədrəmsə Azərbaycanın ikinci Turan Elmlər Akademiyasının akademiki mən olmuşam. Və bizim o səmiyyətimiz genişləndi. Və Səxavət müəllim mən daha yaxından tanımağa başladım. Səxavət müəllim əvvəla böyük insandır.
çox böyük açıq ürəyi var. Səxavət müəllim bu əlaqələri qurmağı və onu inkişaf etdirməyi bacarır. Və Səxavət müəllim onun vasitəsilə bir gün mənə zəng elədi ki, Əsgər müəllim, Daşkənddə beynəlxalq konfrans var. Əgər məsləhət bilsəz, oraya gedəsiniz. Dedim ki, gedərəm. Mən də demək yaxşı deyirəm. Dəfələrlə Fransanın ən böyük sallarında Fransızca çıxışlar eləmişik. Almaniyada olmuşuq, İtaliyada, İspaniyada falan. Ancaq qərbdə olmuşam, şərqdə olmamışdım. Şərqdə, bəli, Səxavət müəllimin bu təşəbbüsü ilə Sabir müəllim də gəldi. Sabir müəllim getdi Daşkəndə və Daşkənddə mənim bir maraqlı mövzusuna çıxış elədim. Bunların Atillası və Vinçinin Cokondası. Eyni zamanda mən Səxavət müəllimin vasitəsilə orada yeni dostlar qazandım. Yeni o adamlarla görüşdüm. Rəxmanəli Xasanovla, prezidentin özünün görüşdük. Heydərbək Bababəkovla. Hələ burada olanda mən Məqsud Əkəni gördüm. Demək, biz o Atatürk mərkəzindən gedirik. Səxavət müəllim dedi ki, birdən ayağını saxladı, dedi, Məqsud Əkə, Əsgər müəllimin bütün dünyanın bütün ölkələrindən küçük kitabı çıxıbdı. Bu ayağını saxladı ki, bu nətər adam ki, dünyanın bütün ölkələrindən. Sonra Səxavət müəllim başladı ölkələri saymağı. Belə ta Hindistan, Avstraliya, bunu özlə. Ancaq elə görünür, orada da artıq bizim haqqımızda o qədər deyilmiş ki, gedəndə, bəli, Sabir müəllim bizə necə qarşıladılar. Bu bir, demək, çətindir. Xəyal, yoxu. İndi fikir verin ki, Qazaxıstanla var, Qırğızstanın nə qədər yerlərdə nümayəndələr var. Azərbaycanın 2 nəfərdir. Rəyasət heyətində Sabir müəllimlə mənim işimizə əyləşmişik. Bunlar yox, elə bir ki, Azərbaycanın bizim bunların bir xüsusi hörməti var. Hamımız eyni xalqlar, ancaq digər, burada elə bir ki, bir xüsusi hörmət var. Bəlkə bu bizim Səxavət müəllimin apardığı təbliğatın nəticəsi idi. Və ona görə də onu nəzərə alınca Səxavət müəllimin sonra mən məruzələrine baxmışam, çıxışlarına o günün yerindən baxdım. Deyir ki, 13 nəfər Özbəkistandan gəlmişdi birinci Türk-Rusiya qurulda. Bu barədə geniş danışır. Qırğızam, Özbəyəm, Qazaq, Türkmənəm, Başqırdam, Kərküşəm, elə Görkmənəm, sənin gözlədiyin qərib Türkmənəm. Salamlar ağacı, aleyküm salam. Və bəli, 26-da o gələnləri Səxavət müəllim göstərdi ki, onları gətirib 37-də güllələdilər. Və onlar dar ağacına sala vermək gəlmişlər. Səxavət müəllimin iş elə getdi ki, yayda biz 30-lu göldəydik, ailəli isə dedim Səxavət müəllim, biz buradayıq. Bizim ahanın gözəl qızımız. Bir də baxdım ki, Səxavət müəllimin nəvəsi maşını sürübdü, Səxavət müəllim həyat yoldaşını gətirdi və biz orada varsa 1-2 saat söhbət elədik, təmasda olduq və gördüm ki, gözəl bir ailə başçısıdır. Gözəl ailəsi var, mehriban ailəsi var. Səxavət müəllimin özündə olan mehribançılıq onu o ailəsinə doğubdur. Və bir də onu demək istəyirəm ki, Səxavət müəllim bu ünsiyyəti genişləndirdi. Biz oradan gələndən sonra neçə dənə pedagogika üzrə fəlsəfə doktoru almaq üçün rəylər gəldi. O rəyləri burada təşkil edildi. Fəlsəfə üzrə gəldi. Onlar biz təşkil edildi. Və bunu da mən demək xüsusi vurğulamaq istəyirəm ki, bu Səxavət müəllimin sayəsində idi ki, Özbəkistanda Özbəkistan tədbirkorları, iş adamları, belə bir jurnal çıxıbdı. O jurnalın redaksiya heyətinin üzvləri Amerikadandır, İrandandır, Qazaxıstan, Türkiyə və oradan 2 nəfər də o redaksiya heyətinin üzvü var. Onun biri Sabir müəllimdir, biri də Əsgər müəllimdir. Və onu da deyim ki, orada mənim haqqımda xüsusi bir məqalə çəkdi İngilis dilində, məşhur Azərbaycan alimi. Bunlar hamısı Səxavət müəllimin sayəsindədir, mənim sayəmdə deyil. Səxavət müəllim, mən sizi təbrik edirəm. Allah sizi var eləsin. Bundan sonra da uzun ömür, sizin o gözəl ailənizi var eləsin. Həmişə sizin o gözəl ailənizi xoş günlər üçün gələyim. Gözəl günlər üçün yığışağı. Və onu da deyim ki, Sabir müəllimlə o ətrafına tanışdığımız İntiqam müəllimlə bizim gəldi, o sizin oğlunuzun toyuydu və oradan o belə bir xoş görələr başladı və biz oradan tanış olduq və bu tanışlıq davam edir. Bir də sizi təbrik edirəm. Can sağlığı, uzun ömür və ailənizə həmişə xoşbəxt olsun. Möhkəm can sağlığı olsun. Təşəkkür edirəm. Bu proseslərin hamısını izlədik və ardıcıl olaraq indiyə qədər göstərdiyimiz fəaliyyətin nəticəsidir ki,
artıq 50-yə nəfər yoldaş Azərbaycan ziyalısı Turan Elmlər Akademiyasının ya fəxri professorudur, ya professorudur, ya fəxri akademiki və həqiqi üzvüdür və o cümlədən xalq müəllimi Turan Elmlər Akademiyasının xətti ilə biz Turanın xalq müəllimi, Turanın əməkdar rəssamı adlarını belə, fəxri adlarını verə bilmişik. İndi də bugünkü gündə bizim aramızda onlardan biri də İntiqam Cəbrailovdur. Hədsiz dərəcədə böyük məmnuniyyətlə onu öz sıralarımıza qəbul eləmişik. Onun da deyəcək sözləri var. Buyurun İntiqam müəllim. Bugün bizim üçün sabırla bir bayramdır, belə deyərdim. Düz deyirəm, may ayı bayramları ayıdır. Yəni, Ulu Öndərimizin doğum günü, müstəqillik günü və iş elə gətirib ki, Səxavət müəllimin yubiley günü də məhz bu may ayına düşür. Bizim yaxın, belə deyək, dostumuz, qardaşımız, belə deyək, mən kitabda yazmışam, bu barədə geniş ətraflı. Bəli. İstəyirəm öz sözlərimlə bunları ifadə edəyəm, yəni biraz da yazım olsun. Bəli. Və məruzənin adını qoymuşam ki, Azərbaycan-Özbək əlaqələrinin qardaşlığının tərənnümçüsü. Belə bir Türk xalqları arasında dostluğun, qardaşlığın möhkəmlənməsinə xidmət edən bir görkəmli şəxsiyyət haqqında fikirlərimi orada bölüşmüşəm. Həm də Səxavət müəllimin deməli həyatı ilə, yaradıcılığı ilə tanış olandan sonra fikir biraz da dərinləşdi. Yəni o yazını yazanda. Çünki o yazının əl yazmasını, kitabın əl yazmasını mənə göndərmişdi. Mən də oxudum. Bir daha tanış oldum ki, Səxavət müəllim uşaqlıq illərində, gənclik illərində hansı həyatı keçirib, necə yaşayıb, necə təhsil alıb. Mən şəxsən onunla tanışdığım 1990-cı illərin əvvəllərinə aiddir. Birinci oradan başlayayım. O vaxtı mən indiki Təhsil İnstitutu, o vaxtı Azərbaycan Elmi Tədqiqat Pedaqoji İlmlər İnstitutu adlanan institutda, yəni aspiranturada oxuyurdum. Bizim də institutumuzun direktoru Azərbaycanın görkəmli alimlərindən biri Professor Zahid Qaralov idi. Və bir gün, Allah ona da rəhmət eləsin, bir gün mən koridorda tanış olmadığım bir gənc, belə deyək də, oğlanı gördüm. Yaxınlaşdıq, söhbət eləyəndə dedi, mən Səxavət müəlliməm, Hacıyev Səxavət, Zahid müəllimi gözləyirəm. Onunla nəysə tədqiqatla bağlı işləri vardı, görünür. Sonra bir neçə dəfə belə rastlaşdıq, görüşdük, söhbətləşdik və məlum oldu ki, Səxavət müəllim də tədqiqatçıdır. O, Seyid Rıza Əlizadənin pedaqoji görüşləri mövzusunda dissertasiya üzərində işləyir. Və hətta elə oldu ki, mən özüm də sonralar Seyid Rıza Əlizadənin həyatına, yaradıcılığına bələd olmaq üçün müəyyən araşdırmalar apardım. Yəni, bir yazı yazdım. Yəni, o qədər mənə xoş gəldi ki, yəni Səxavət müəllim bu iş görməyi. Çünki Seyid Rıza Əlizadə vaxtilə ondan əvvəl o Məqsud Şeyxzadənin hardasa o qardaşlıq əlaqələrini davam elətdirən bir Azərbaycanlı kimi Azərbaycan-Özbək əlaqələrinin, Azərbaycan ümumiyyətlə Mərkəzi Asiya xalqları arasında əlaqələrin inkişafında çox böyük rol oynayır. Onlar üçün orada dərslik yazıb, dərs vəsaitləri yazıb, əlifba və s. Yəni çox işlər görür. Yəni bu insanın yaradıcılığını üzə çıxaran məhz Səxavət müəllim oldu. İlk dəfə, geniş şəkildə. Bu da bizim üçün sevindiricidir və sonraki illərdə yaxşı haldır ki, Səxavət müəllim özü şəxsən məhz həmin ənənələri davam elətdirdi. Yəni Məqsud Şeyxzadənin, Seyid Rıza Əlizadənin ənənələrini davam elətdirərək Azərbaycan və Mərkəzi Asiya xalqları arasında qardaşlığın daha da möhkəmlənməsi üçün bilavasitə əməli işlər gördü. Həm yaradıcılığı ilə, tədqiqatları ilə, eyni zamanda onun təşkilatçılıq fəaliyyəti məhz bu istiqamətə yönəldi. Məsələn, təşkilatçılıqla bağlı nələri deyim? Bu, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələr üzrə mərkəzin rəhbəri oldu. İlk dəfə olaraq Azərbaycanda bu Ulu Öndərin Heydər Əliyevin əslində tövsiyəsi ilə olan bir iş idi. Səxavət müəllim bunları çox gözəl özü yazıb, izah edib, həmin o həyat, belə deyək, tərcümə halında. Bütün bunlar onu göstərir ki, Səxavət müəllimin ömrü
Onun ömrünün hər dəqiqəsi, hər saniyəsi əslində xalqa xidmətlə bağlı olub. Həm Azərbaycan xalqının tarixinin belə deyək, gözəlləşməsi, xalqımızın mədəniyyətinin inkişafına xidmət edib, eyni zamanda digər türk xalqlarının mədəniyyətinin inkişafına bilavasitə kömək göstərir. Sağvat müəllim hər tərəfli bir insandır, hər tərəfli bir şəxsiyyətdir. Onun yaradıcılığına diqqət yetirsək, o həm alim kimi, həm şair kimi, həm publisist kimi, yəni çox şaxəlidir onun fəaliyyəti. Mən onun yazdığı şeirlərlə tanış olmuşam. Hətta onun bu yaxınlarda buraxılan bir şeir kitabına ön söz yazdım. Çox xoşuma gəldi, yəni onun əsərləri. Gördüm ki, Sağvat müəllim həqiqi mənada Orta Asiyada çox böyük tanınmış bir şairdir əslində. Müxtəlif təxəllüslərlə çıxış edir burada. Məsələn, səxi, sonra başqa təxəllüslər var, maraqlıdır. Yəqin ki, bizim Turan Elmlər Akademiyasının üzvləri də o kitabla tanışdılar. Tanış olmayanlar da yəqin Sağvat müəllim kitablardan verir, tanış olarlar. Demək istəyirəm ki, Sağvat müəllimin bax, bu fəaliyyəti əslində tədqiq olunmağa layiqdir, araşdırılmağa layiqdir. Mən inanıram ki, gələcəkdə Sağvat müəllimin həyatı, yaradıcılığı bir tədqiqat mövzusu olacaq, dissertasiya mövzusu olacaq ki, bax ki, qardaş xalqın, iki qardaş xalqın biraz da geniş çərçivədə desək, ümumiyyətlə Türk xalqlarının mədəni əlaqələrin inkişafına çox böyük töhfə verən bir şəxsiyyətin tarixidir. Sağvat müəllimin həyatı, yaradıcılığı. Mən qısa danışıram, Sabir müəllim, hörmətli Sabir müəllim, çünki vaxtınız azdır, amma ürəyimiz doludur. Mən Sağvat müəllimə bundan sonra da möhkəm can sağlığı arzulayıram, uzun ömür arzulayıram və inanıram ki, onun qalan ömrü də bizim xalqlarımızın, Türk müsəlman xalqlarının qardaşlığının möhkəmlənməsinə, inkişafına xidmət edəcək və bu da bizi ürəkdən sevindirəcək. Bir daha yubileyiniz mübarək olsun. Türk Aksaqqallar İctimai Birliği'nin İdare Heyətinin üzvü, Türk Dünyası Qəzetinin redaktoru Əli müəllim buradadır. Hörmətli ziyafət iştirakçıları. Doğrudan da bugün en güzel, en əlamətdar günlərdən biridir. Bizim əzimiz, dostumuz, kardeşimiz, Turan Elmlər Akademiyasının akademiki, Turan Elmlər Akademiyasının professoru, elmlər doktoru Səxavət Ociyevin 75 illik yubileyidir. Mən də bu münasibətlə Səxavət müəllimi təbrik edir, ona can sağlığı, saadət, sevinç, xoş günlər arzu edirəm. Səxavət müəllim, qoy bundan sonra da ömür yollarınız mənalı və dəyərli olsun. Yubileyiniz mübarək olsun. İzah verin bir şeirlə onu təbrik edeyim. Öz şeirimdir. Kitabda da gedib, mətbuatda da verilib. Hamıya doğmadır sənin ad sanın, şanlı tarixi var bu xoş ünvanın. 100 yaşa çatasan, xoş olsun canım, yubileyin mübarək Səxavət müəllim. Gözü aydın olsun oğlun, kızın, Minarə xanımdır bir alın yazın. Hələ çox görəsən nəvələrin nazın, yubileyin mübarək Səxavət müəllim. Dünyaya göz açdın Cəllabadda, işinlə tanıdın bütün cahanda. Gör neçə medal var bugün yaxanda, yubileyin mübarək Səxavət müəllim. Yaşa. Nə tez gəlib çatdın ahıl yaşına, dözüb tab gətirdin ömrün qışına, qardaş yaşamadın ömrü boşuna, yubileyin mübarək Səxavət müəllim. Sevdin torpağını, sevdin elini, unutma dostum, dostun əlini. Yubileyin mübarək Səxavət müəllim. Yaşa. Respublikamızın fəxri vətəndaşı olan döyüş bölgəsində belə ümummilli liderimiz tərəfindən general hərbi rütbəsinə layiq görülən Elbrus Orucov da bu akademiyanın üzvüdür. Bizim üçün fəxr və iftixardır ki, bugünkü gündə Ağsaqqalımız Səxavət müəllimin yubileyi ilə əlaqədar cənab generalımız məclisimizə təşrif buyurub. Каждый человек в своей судьбе оставляет маленькую дорожку.
И он не знает по этой дорожке, кто пойдет, как пойдет. Но свое имя он записывает на своем пути. В этой книге есть маленькие и мои поздравления вам, которые я сказал. Вы, Сахавят Мали, гордость нашего народа. Гордость нашего народа. Почему? Вы знаете, я родился в Фердомире в 56 году. Через 2 месяца нашего отца выселили в Казахстан. В Казахстане среди степей я рос, там учился, среди казахов. И когда я узнал судьбу Сахавят Меллина, что он, рожденный здесь, в Азербайджане, всю свою сознательную жизнь, где-то там вдали от родины, учился в Самаркандском университете. Учился так, понимая, что он несет ответственность не за себя, не за своих родных, он несет ответственность за наш Азербайджан, за родину нашу. И я, когда учился в Казахстане, заканчивал 8 класс, единственный азербайджанец, нас было 5 детей. И когда мама моя 37 лет умерла, мы 5 человек остались сиротами. Отец молодой парень, работает, а мы сироты на стрельбищем. Но понимая, что за нашей спиной наша Родина есть, и мы несем ответственность, в своей учебе мы учились так, чтобы доказать казахам, что азербайджанцы достойны уважения. Это уважение вы заслужили своим трудом, своей педагогической деятельностью. Я читал все ваши произведения. И когда я работал в Узбекистане, в 2012 году меня отправили в Узбекистан, я должен был создать аппарат военного атташе при нашем посольстве. Вы знаете, среди нашей диаспоры имя 2 человек я слышал. Это нашего первого посла Айдын Меллина и Сахавят Меллина. Вы знаете, чтобы открыть посольство и выбрать место, 2 авторитетных, Айдын Меллин и Сахавят Меллин, добились, чтобы в самом красивом месте Ташкента посольство Азербайджана построить. Помимо этого, благодаря Сахавят Меллину, этому человеку, в центре Ташкента построено и создано центр Гейдара Алиева, культурный центр Гейдара Алиева. И когда я там был как военный атташе, когда я занимался вопросами, касающимися двухсторонних отношений, имя Сахавят Меллин было у всех на устах азербайджанцев. Я мечтал найти этого человека, познакомиться с ним, потому что я, азербайджанец, знаю, что такое учиться в военном училище в Челябинске, а он учился в Самарканде. Я учился в академии, а он проходил педагогическую деятельность. И каждый раз Сахавят Меллин золотыми буквами записывал историю и Узбекистана, и Азербайджана. А теперь, когда судьба нас уже объединила здесь, во мне вот эта гордость выходит из души, что я лично знаком с таким замечательным человеком, ученым, профессором и моим коллегой. И вот сегодня, когда я уезжал из дома сюда, меня моя супруга спрашивает: ты куда едешь? Я говорю: Сахавят Меллин сегодня юбилей, 75 лет. Она говорит: и передай от нас личную благодарность нашей семье Оруджевой, такому человеку, имя которого в Узбекистане. И в 2014 году, когда я стал действительным членом Академии наук Туран, вы знаете, да, я единственный генерал в этой Академии Туран, действительно член, а после меня, вы, да, в 2014 году. И вот с тех пор судьба Туран, Академия, мы несем двойную ответственность перед всеми народами. Недавно я был приглашен в Казахстан, участвовал в международной конференции, называется «Дружба народов, тюркских народов». И вот там я, выступая, приводил имена и не забыл имя Сабир Меллина, Сахавят Меллина, потому что и Сабир Меллин, и Сахавят Меллин являются сынами великого тюркского наследия. Ona göre birinci günde icazə verirsiniz bir general kimi yox, bizim Türk oğlu kimi sizə böyük minnətlərimi bildireyim.
Təşəkkürümü bildirim ki, sizi kimi insan gedib də xaricdə Azərbaycanın adın qızıl hərfdən yazan, öz zəhməti ilə UNESCO-nun mükafatı olan Ağsaqqallıq Şurasının ağsaqqalı seçilən Özbəkistanda mən tanıyıram Özbəkistanı. Qazaxıstanı da tanıyıram, Türkiyə də tanıyıram. Ancaq bugünkü gündə öz adımdan, ailəmin adından, qardaşlarımın adından sizə təşəkkür edirəm. Təbrik edirəm, can sağ olun. Sağ olun. Hər birinizi salamlayıram və hər birinizə dərin təşəkkürümü bildirirəm ki, vaxt ayırıb gəlib bugünkü bu gözəl məclisdə Səxavət müəllimin 75 yaş yubiley məclisində iştirak edirsiniz. Mən şəxsən öz adımdan hamınıza təşəkkürümü bildirirəm. Və Səxavət müəllimlə tanış olduğum bir gündən mən tanıyıram necə insandır Səxavət müəllim. Sabir müəllim sağ olsun, Sabir müəllimin yəni təşkilatçılığından, Sabir müəllimin vasitəsilə mən tanış olmuşam Turan Elmlər Akademiyasının akademiklərindən və bugünkü gündə çox fəxr edirəm. Və sizə də dərin təşəkkürümü bilirəm Sabir müəllim. Hamısı sizdən irəli gəlir. Mən kitabda da öz ürək sözlərimi yazıb qələmə almışam, amma onu belə də keçirtmişəm bura atkırıqda kimi və bunu istəyirəm iclas iştirakçılarına da səmimi qəlbdən oxuyum, bunu sizə təqdim edeyim. Deməli, Turan Elmlər Akademiyasının akademiki Səxavət Orucov Azərbaycanın və Özbəkistan elminin ali təhsilin inkişafında müstəsna xidmətləri olan yüksək intellektli, dərin elmi biliyi və zəngin pedaqoji təcrübəsi ilə seçilən görkəmli alimlərdəndir. Uzun illər ərzində apardığı fundamental və tətbiqi elmi tədqiqatlar elmin müvafiq sahəsinin inkişafına mühüm töhfələr vermiş, onun elmi əsərləri respublikamızda və beynəlxalq elmi mühitdə böyük maraq və rəğbətlə qarşılanmışdır. Akademik Səxavət Ociyev öz elmi fəaliyyəti ilə yanaşı yüksək ixtisaslı kadrların hazırlanmasında da əvəzsiz xidmətlər göstərmiş, çoxsaylı gənc tədqiqatçılığının formalaşmasında mühüm rol oynamışdır. O daim yeniliyə açıq, prinsipial, məsuliyyətli və yüksək mənəvi keyfiyyətlərə malik bir ziyalı kimi həmkarları ilə tələbələri arasında böyük hörmət və nüfuza sahibdir. Elmi obyektivliyi, akademik etikaya sadiqliyi və vətənpərvər nöqteyi şəxsiyyətin daha da ucaldan əsas xüsusiyyətlərindəndir. Akademik Səxavət Ociyevin elmin, təhsilin və cəmiyyətin inkişafı naminə göstərdiyi çoxsaylı və səmərəli fəaliyyət yüksək qiymətləndirməyə layiqdir və o, nümunəvi alim və pedaqoq kimi hər zaman tədbir olunur. Vətən Həsrəti adlı kitabında Səxavət müəllim ürəyindən gələn hissləri, duyğuları, vətənpərvərliyini, haqqı halalı qələmə alıb, yazıb və çoxsaylı oxucular tərəfindən də rəğbətlə qarşılanıbdır. Səxavət müəllim, işlərinizdə bol-bol uğurlar və möhkəm can sağlığı arzu edirəm və ailə üzvlərinizi də hər birini təbrik edirəm. Çox sağ olun, Səxavət müəllimə yaxşı qulluq edəmisiniz, bu yaşına çatdırmısınız. Sizə də dərin təşəkkürümü bildirirəm və bir daha təbrik edirəm. Üzr istəyirəm. Kitabda Reyhana xanımdan Afət xanımın Səxavət müəllim barəsində hamının ürək sözü var. Özü o ürək sözü, hər kəs istəyir ki, öz ürək sözün özünə məxsus ona desin. O bilsin ki, kim necə onu sevir, həyat fəaliyyətinə bələddir, elmi yaradıcılığına bələddir. Kitabda yazılan o tarixə çevrilən ömür pillələri adında bir mövzu edeyim. Bəzən insan fikirləşir ki, ömür sadəcə uzanıb gedir. Amma illər keçəndən sonra anlayırsan ki, həyatın hər mərhələsi bir pillədir. Bir pillədə uşaqlıq qalır, bir pillədə ata-ana səsi qalır, bir pillədə dostlar, məktəb illəri qalır. Yaradıcılıq fəaliyyətinə başlayandan sonra isə mükəmməl təcrübəyə malik olan, sonra dönüb arxaya baxanda görürsən ki, müasir gənclər, gələcək nəsil üçün bir örnəyə çevrilmişsən. Örnək titulunu almaq üçün demək olar ki, bir ömür vermək lazım gəlir. Ona görə də Səxavət müəllimin ömrünü tarixə çevirən ömür, keçdiyi həyat yollarının isə mərhələlərini onun pillələri kimi qiymətləndirmək lazımdır.
Görkəmli Səxavət müəllim, deməli, elm xadimlərimizdən olan Səxavət müəllim xoşbəxtdir. Cəmiyyət onu sevir, dəyərləndirir. Əlməlləri də cəmiyyət üçün və xalq üçün qiymətlidir. Onun keçirdiyi ömür yolları asan da olmamışdır. Tarixə çevrilmiş müasir pillələri, elmimizə verdiyi layiqli töhfələr təcrübəsinin bəhrəsi olmuşdur. Səxavət müəllimin elmi, ictimai fəaliyyəti hamımıza malikdir, məlumdur. O bir neçə qiymətli monoqrafiyaların, kitabların, nüfuzlu jurnallarda çap etdirdiyi məqalələrin müəllifidir. Şəxsi keyfiyyətləri isə göz qabağındadır. Dürüstlüyü, dostluğa sadiqliyi, təvazökar, ən əsası isə insanlığı ilə alimliyi üst-üstə düşən müdrik alim insan. Yazılan bu kitabda sadəcə elə fikirlər yoxdur. Bu kitab real bir həyatın, aləmin həyatı var. Artıq insanların bir-birinin bağlılığına var. Keçmişin nəfəsi var. Əslində bu kitab bir ömrün, bir dövrün yaddaşı və qiymətli pillələrə əks etdirən bir kitabdır. Biz Səxavət müəllimə 70 illik yubiley münasibətilə, nəinki yubiley ilində, hətta bundan sonraki həyatında da belə şərəfli ömür yaşamağa davam etməsini, möhkəm və özünün istədiyi qədər can sağlıqlı ömür, onu heç vaxt tərk etməyən neçə dostları və uğurları arzulayırıq. Ümidvarı ki, o müqəddəs missiyasında daim yüksək fəallıq və vətənpərvərlik göstərəcəkdir. Bir daha təbrik edirəm. Çox sağ ol. Turan Elmlər Akademiyasının akademiki, Türkün Dastanı poemalar toplusunu yazan ve onunla bağlı olarak Turan Elmlər Akademiyasının akademik seçilen Munis müəllimdir. Buyurun Munis müəllim. Bura dəvət elədiyinizə görə sizə təşəkkürümü bildirirəm. Eyni zamanda Səxavət müəllimlə biz bir neçə tədbirdə iştirak eləmişik və burada onun haqqında, onun yaradıcılığı haqqında, ağsaqqallığı haqqında geniş danışıldı. Mən də ürəkdən Səxavət müəllimi təbrik edirəm. 91-lərin bir nümayəndəsi kimi təbrik edirəm. Yəni, həm də bu siyasi bir təbrikdir. Sizə uzun ömür, can sağlığı arzu edirəm. Və eyni zamanda bu tədbirlərin gözəlliyi ondan ibarətdir ki, Sabir müəllim. Burada uzun müddət insanlar bir-birinə görüşə bilmir. Belə tədbirlərdə yaxından görüşürlər, ünsiyyət yaradırlar. Çox gözəl ənənədir, belə deyim. Eyni zamanda Sabir müəllim, siz bu Turan Elmlər Akademiyasının Azərbaycan filialını yaratmaqla demək olar ki, bir ailə formasına gətirmişsiniz bu təşkilatı. Burada iştirak edənlər elə bir ailənin üzvləridir və biz bununla fəxr edirik ki, elə bir təşkilatın, belə bir ailənin üzvləriyik. Bir daha Səxavət müəllimi ürəkdən təbrik edirəm. Yəni onun haqqında həm kitabda var, həm də yoldaşlar danışdılar geniş. Ona görə vaxtınızı çox almaq istəmirəm. Uzun ömür, can sağlığı, ailə səadəti, xoşbəxt yazdım. Aksaqqal xeyir duasına da ihtiyacımız var. O da Abşeron Rayon Aksaqqallar Şurasının idarə heyətinin üzvü və hər birimiz üçün doğma olan bizim qardaşımız Rizvan kişi burada iştirak ediyor. Buyurun Rizvan müəllim. Sizin də xeyir duanızı, ürək sözlərinizi eşitmək bizim üçün xoşdur. Sabir müəllim, sizə minnətdarlığımı bildirirəm bugünkü bu məclisə dəvət etdiyiniz üçün. Səxavət müəllimin 75 yaşı, o 75 yaş demək olmaz. Onun həyatı Azərbaycan xalqına həmişə köməklikdə keçir. Çünki cavanlarımızın yetişməsində, irəli getməsində onlara kömək edib, arxa durub. Odur ki, mən də təbriklərə qoşuluram. Səxavət müəllimə uzun ömür, can sağlığı, həmişə canı sağ, sağlam canla yaşasın. Canı sağ, keyfi kök, gibi dolu olsun. Buranın tanınmasında emeği olan bir ziyalı kardeşimiz gibi söz sizin. Çox sağ olun. Birincisi, minnətdarlığımı bildirirəm. Sabir müəllim sizə və eyni zamanda mən Əli müəllimə minnətdarlığımı bildirirəm ki, Əli müəllim olmasaydı mən deməli nə bugün bu qədər gözəl insanla tanış ola bilməzdim.
və Çox sağ olun. Səxavət müəllimə mən öz ilk tanışlığım oradan başlayıb ki, Səxavət müəllim mənim akademik adını alanda Turan Elmlər Akademiyasının o nişanlı, medalını birincisi gətirdi Özbəkistandan və mənim də burada sinəmə taxan Səxavət müəllim oldu. Professorluğu da mənim əziz qardaşım general oldu. Bu günləri doğrudan da çox belə adam həyəcan keçirdir, çünki çox gözəl insanlarla tanış olursan, gözəl bir məkandır. Səxavət müəllim istəsəydi və biz bilirik ki, bu 200-lərlə, 100-lərlə insanlar onu bu günləri təbrik eləmək istəyərdi. Öz minnətdarlığımı bildirirəm ki, bizi dəvət eləmişsiniz bura. Allah sizə can sağlığı. Mən bütün deyilənlərə qoşuluram. Hamımızdan belə 100% qoşuluram və Səxavət müəllim adam adamı tanıyanda və çox istəyəndə çox da danışa bilmir. Çünki belə nətər sizə deyim, mən sizi ürəkdən təbrik edirəm, sizə can sağlığı, ailə xoşbəxtliyi, o gün olsun ki, özümüzə də arzu edirəm, sizin 100 illiyinizə gələk, hamımız burada iştirak edəyək, bundan da böyük yerdə. Siz Azərbaycanı Özbəkistanda elə bir yüksək səviyyədə təmsil etmişsiniz ki, yoldaşlar dedi, mən hər bir adam fəxr edir ki, biz böyük Türk dünyasının bugün nümayəndəsiyik. Mən uzun müddət Türk Dünyası Araşdırma Vakfı ilə işləmişəm, İqtisad Universitetində. Yəni, orada dekan mavini olmuşam, dekan əvəzi olmuşam, müşaviri olmuşam rektorun, Turan Yazğanla işləmişəm, professor. O bir dəfə dedi ki, Türkün ayağı hara qoyubsa, mən o ölkələrin hamısında gəlmişəm. Burada Atatürk liseyini də o yarattı burada, Azərbaycanda. Ona görə mən Türk dünyasının bir vurğunuyam. Və Mustafa Kemal Atatürk'ün sözü var, Türk'ün Türk'ten başka dostu yoktur. Doğrudan da o Türk dünyası böyükdür və Heydər Əliyev də rəhmətli Ulu Öndərimiz dedi ki, biz bir millət, iki dövlət. Təbrik edirəm, sizə uzun ömür, can sağlığı. Yəni, Nüsrət müəllim deyilən və Naxçıvanda uzun müddət deputat seçilən, o parlamentin üzvü olan demək olar ki, sonra Əli müəllim onun haqqında çox şeylər deyə bilər. Həmçinin diqqətinizə çatdırım, Əli müəllim bu günlərdə çox gərgin xəstəlik keçirib. Naxçıvandan bura Əli müəllimə baxmaqla onu müalicə edib ayağa qaldıran bizim cərgəmizdə olmasına səbəbkar olan Nüsrət müəllim. Mənə oradan məktub göndərib, onu mən çap eləmişəm, eynək olmadığıma, gözüm zəif gördüyünə görə Şəfa xanımdan xahiş edirəm ki, onun arzu istəklərini birbaşa Səxavət müəllimə çatdırsın. Altında da möhürümüz var, sonra təsdiq olmuş şəkildə Səxavət müəllimə verəcəyik. Buyurun. Turan Elmlər Akademiyasının fəxri akademiki Nüsrət Həsənovun Naxçıvandan Səxavət müəllimə göndərdiyi təbrik məktubu. Hörmətli Turan Elmlər Akademiyasının Bakı filialının rəhbəri, əziz dostumuz, dəyərli insan Sabir müəllim. Dəyərli dostlar, hörmətli yubiley tədbirinin iştirakçıları, əziz qonaqlar. Sizləri bu əlamətlər və möhtəşəm yubiley tədbirində iştirak etməyinizdən çox məmnunluq hissi keçirərək hər birinizi salamlayıram. Turan Elmlər Akademiyasının akademiki, professor, Turan Yazıçılar Birliyinin həqiqi üzvü, hörmətli alim, dəyərli akademik Səxavət Qələmirzə Ociyev. Sizi əlamətdar 75 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir. Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, qəlb rahatlığı, tükənməz enerji və yeni uğurlar arzulayıram. Sizin elmə, təhsilə, mədəniyyətə və cəmiyyətə verdiyiniz töhfələr, yüksək ziyalılığınız, zəngin həyat təcrübəniz və insanlara örnək olan vətənpərvər mövqeyiniz, Turan düşüncəsinin birlik və milli kimlik ideyalarının yaşamasına güc verən fəaliyyətiniz böyük ehtiram doğurur. Hörmətli Səxavət müəllim, uzun illər ərzində qazandığınız nüfuz və xidmətlər sizi hər zaman seçilən şəxsiyyətlərdən biri edib. 75 illik mənalı və şərəfli ömür yolunuz zəhmətin, müdrikliyin və vətənə xidmətin parlaq nümunəsidir. Türk dünyasının ortaq dəyərlərinə, milli mənəvi irsimizin yaşadılmasına xidmət edən fəaliyyətiniz daim yüksək qiymətləndirilir. Arzu edirəm ki, ömrünüzün bundan sonraki dövrünün hər bir günü,
Hər bir anı hər zaman hörmət, sevinç, xoş xatirələrlə dolu və elmi nailiyyətlərlə zəngin olsun. Qoy həyat yolunuz daim uğur, hörmət və xeyir dualarla müşayiət edilsin. 75 illiyiniz mübarək olsun. Həsənov Nüsrət Firidunoğlu, 24-ü 5-ci ay 2026-cı il saat 00:10. Alqışlayaq Hakim. Nəcəf Nəcəfov, elədir. Onun qızı Elnarə xanım oldu da. Elnarə xanım da. Özü gəlməyib, lakin onunla bağlı müəyyən sənədlər göndərib. İndi İntiqam müəllimdən xahiş edir, yardım istəyini çatdırsın. Siz bugün bu salonda əyləşən hər kəs üçün böyük bir professor, Türk pedaqoji fikrinin formalaşmasında müstəsna xidmətləri olan bir fədaisiniz. Lakin mənim üçün sizin statusunuz bunların hamısından uca və fərqlidir. Siz mənim üçün əziz atam, Dosent Nəcəf Nəcəfovun ruhundan mənə və ailəmizə qalan ən müqəddəs əmanət, elm yolunda hər zaman mənəvi atalığını, himayəsini və dualarını hiss etdiyim doğma bir insansınız. Atam Nəcəf müəllimlə sizin Səmərqənddən başlayan o səmimi, saf dostluğunuz illər keçdikcə bütün bir ailəvi bağa çevrildi. Bugün mən bura həm bir həmkarınız, həm də Nəcəf müəllimin bir övladı olaraq gəlmişəm. Biz atamızın bizə miras qoyduğu bu mənəvi irsi və sizinlə olan bu sarsılmaz dostluğu hər zaman göz bəbəyimiz kimi qoruyacağıq. Sizi 75 illik şərəfli yubileyiniz münasibəti ilə həm öz adımla, həm də pedaqogika kafedramızın kollektivi adından ürəkdən təbrik edirəm. Uca Tanrıdan sizə uşaq saflığı ilə döyünən o böyük ürəyinizə görə uzun ömür, möhkəm can sağlığı və tükənməz elmi enerji arzulayıram. Yubileyiniz mübarək, elmimizin canlı fəxri. Dərin hörmət və sonsuz ehtiramla hər zaman sizinlə qürur duyuruq. Elmar xanım, bu da deməli, xüsusi düzəldilmiş şəkillə yazılı formada təqdim edir Səxavət müəllim. Belə tutun, qoy görsən sən. Söz alacaqdım sizdən, reqlamentdən kənar da olsa. Bakı Biznes Universitetinin müəllimiyəm mən, filologiya fəlsəfə doktoru. Mən hər dəfə Türk dövlətlərinə səyahət etmədən öncə Əli müəllimlə məsləhətləşirəm. Özü burada yoxdur, amma ustadımdır. Əli Şamil. Və bu dəfə də Özbəkistana getməmişdən qabaq kiçik, belə deyək də, tövsiyələrinə ehtiyacım vardı. Məni tanış elədi Səxavət bəylə və Qulu müəllimlə. Və mən ora getməmişdən öncə telefonla bir neçə dəfə Səxavət müəllimlə danışdım və artıq Səxavət müəllimi özündən tanıdım. Yəni, heç kimin dilindən yox, özündən tanıdım. Və mən elə bildim ki, mən Özbəkistana gedən kimi qapıları açacaqlar özümə və mən orada qucaqlayacaqlar belə və hər kəs məni orada tanıyır. Elə bir təəssüratla getdim. Amma həqiqətən də orada Taşkənd Dövlət İqtisad Universitetinin Səmərqənd filialında mən 12 gün dərs dedim. Dil üzrə, kommunikasiya üzrə və nəticə çox gözəl oldu. Nəticələr haqqında deməyəcəm. Amma getdiyim günün 4-cü günü mənə bir zəng gəldi və telefon o tərəfində bir nəfər mənə dedi ki, Reyhan xanım, siz 5 gündür gəlmişsiniz, bəs mən sizin zənginizi gözləyirəm. Belə qaldım ki, mən burada Özbəkistanda, Səmərqənddə kimdir tanıyan? Dedi, bəs mənim atam sizə nömrəmi verib, amma siz zəng eləməmisiniz mənə. Dedim, mən heç kimi narahat eləmək istəmirəm, amma atanız o qədər Özbəkistan haqqında danışır ki, mən üçün artıq burada doğmadır. Və mən o doğmalığı yaşadığım üçün sizə təşəkkür edirəm. Çox sağ olun. Evet, çox sağ olun ki, mənə Özbəkistanı getmədən öncə tanıtdınız. Və mən Özbəkistanı tanıyandan sonra hardasa bir nostalji yaşadım. Mən köhnə Sovetlər dövründə yaşadığım o hissləri yaşadım. O qədər doğmalıq, o qədər
əzizlik yaşadım. Çünki biz Sovetlər dövründə də o türk dövlətləri ilə bağlılığımızı itirməmişdik və mən gördüm ki, həqiqətən də milli dəyərlərini qoruyub, tarixinə hörmət edən, keçmişinə, milli mənəvi dəyərlərinə sadiq qalan həqiqətən də türk xalqlarına eşq olsun. Mən sizi təbrik edirəm. Mən əli boş gəlmişəm bugün. Xoş gəlibsiz. Sizə nətər deyirlər? Nuri didə toc sar. Siz kimi dostları, yoldaşları, kollegaları olmağından, gözəl xanımlar, ağsaqqal kişilər, mehriban, cansöz, cankuyar qardaşımız Sabir müəllim. Hamımızdan Allah razı olsun. Mən fəxr duyuram düzdən də mən bu ömrümün 53 illiyini bu kişi ilə, demək Səxavət müəllimlə keçirdiyimə Allahdan razıyam. Allah bizim uşaqlarımızı xoşbəxt, mehriban, bir-birinə yanaşan, əl tutan, o eləməyi bu kişinin nətər deyirlər? Xidmətidir. Bu kişini bizdə deyirlər ki, bir nigahi, bir baxışıdır. Ona görə istəyirəm ki, hər ailədə, hər evdə yaxşılıq da olur, pislik də olur, azlıq da olur, çoxluq da olur, hər şey olur. Bu həyatdır. Çünki ruslar demişkən ki, pustati mi v suyeti. Bilmirik ki, nə oldu, nətər. Cürbəcür Allah insanı belə yaradıb. Amma insanilik, adəmilik həmişə qəlbimizdə, ürəyimizdə olsa, o yerdə mehr, məhəbbət olacaq. Və dostluq da, qardaşlıq da hamısı bir-birini əl tutacaq. Ona görə hörmətli atamız, babamız, yoldaşım, sizi bugündən ad gününüzlə təbrik edirəm yenə bir dəfə. Həmişə dostlar davrasında olun. Həmişə belə sizi arxanızda, dağ kimi duran yoldaşlarınız, sizi başa düşən, eşidən dostlarınız olsun. Biz də sizin arxamızda bir dağ durub bizə kömək eləyir. Bizim pənahımız Allahın köməyi ilə yaşayın, uzaq umur görün, bizni ancaq dua edin. Sizi dua edin. 52 ildə birinci dəfədir bu sözləri eşitmişəm. İndi görək özü nə deyir? Buyurun. Bundan sonra mən nə deyim? Əziz mənim dostlarım, həmkarlarım, həm yerlilərim. Həqiqətdən də Sabir müəllim bunu 10 il, 10 neçə il bundan qabaq yazsa da adamın sizi görəndə ürəyi dağa dönür. Sizlə söhbət edəndə ürəyi dağa dönür. Mən həmişə ömrüm boyu, təkcə indi yox, cavanlığımda da Allaha həmişə şükür eləmişəm. Min şükürlər eləmişəm ki, mənə həmişə yaxşı yol açıb, yaxşı təqdir bəxş eləyib və onunla da həm harda olmağımdan qəti nəzər, dünyanın harasında olmağımdan qəti nəzər, hansı millətdən olmağımdan qəti nəzər, öz vətənimdən başlayaraq bütün dünya xalqları arasında yaxşı insanlar uç eləyib. Yaxşı insanlarla tanış olmuşam, yaxşı insanlarla dost olmuşam. Onların bir qismi də sizsiz. Çox demək olar, ancaq mən qısa deyəcəm. Sabir müəllim stajı, ailə stajı bizdən o bir il tələsib, məndən tez evlənib. 55 ildir. Biziki 53 ildir, biziki 52 ildir. Bu, əsas budur həyatda. İnsana stimul verən başqa. Mən orada da qeyd eləmişəm qısa. Qadını tərifləmirəm. 52 ildə də tərifləməmişəm.
Gülzatda bağışlamamışam. Allah sana değerlensin. Sığallamamışam da. Amma ürəklə sevmişəm. Allah sana həmişə sevsiniz. Buna çox əzizim ağsaqqallar buna çox inanmır. Mən qorxumdan deyirəm. Bu gördünüz nə dedi? Birinci gözəl qadınlarımızı dedi. Qeyd elədi. O gözəl qadınlarımız olmasa həyatın nə yaraşıdır? Ay cənab general. Bizdə 69-cu ildə hərbi xidmətdə bir çeçen var idi. Komanda verilirdi. Zapivay, hamı bura Katyuşa oxusa, Katyuşadan oxusa, bu 2 il ancaq ortada, stroyda, səslə hər yerdə eşidilirdi. O vaxtı görürüm, komandirlər, heç gör biri qadağa eləyirdi, heç gör biri gülürdü hamısı, onu bir bayraq eləmişdilər ki, o Zapivay deyən kimi hamı Katyuşanı oxuyurdu. Bu ortada oyluydu, yani isma bu, bezetih rozu, jitnima bu. İndi biz de bezetih rozu, jitnimazможно, civa. Sen çok rəşq eləmə. Rəşqsi dövür. Demək, məni Allah Teala bu Özbəklər demişkən, şunu çəki həzir. Allah Teala məni təqdirimi belə yazıb, tam təsadüfən aparıb Özbəkistana, xüsusən dünyada məşhur qədim Səmərqənd şəhərinə, 2-ci Məkkə adlanır əsasən. Demək, orada Allah mənə yol açıb, bu dərəcəyə, qısa desəm, bu dərəcəyə çatdırıb. Kim bilir, başqa yerdə olsaydım bəlkə bu dərəcəyə çıxa bilməzdim. Ona görə mən həmişə oranın duz çörəyini öz vətənimin, ana torpağımın uşaqlıqdan yediğim duz çörəyi kimi qiymətləndirirəm. Ona görə bu kiçik bir məclisimizin təşkilində iştirak edən Sabir müəllimin rəhbərliyindən başlayaraq, Əli müəllim məndən bir yerdə nəşriyyata qədər gedib, İntiqam müəllim, Əskər müəllim, zat demişkən, mədədkar olub kitabın ərşə çıxmasında və s. Demək, hamıza oturan bütün insanlara, dostlarımıza dərin təşəkkür elan edirəm, necə deyərlər, minnətdarlığımı bildirirəm ailəmiz adından. Və arzu edirəm ki, Allah sizə də ömür versin. Dediyim kimi biz də sizin yubileylərinizdə, toy tamaşalarınızda iştirak edək inşallah. Özbəkistanda olsaq gələndən sonra, Özbəkistanda olmasaq burada belə dediyiniz anda. Mən bu Namiq müəllimin təşkil elədiyi, tapşırdığı qohumunun bu dərgahını da çox yüksək qiymətləndirdik. Neçənci dəfədir burada tədbir keçiririk. Çox səmimi, görürsünüz necə qəşəng xidmətləri var və s. Buranın da rəhbəri Namiq müəllimin qohumudur, dostudur. Ənvər müəllim çox əcaib, özbəklər demişkən, çox gözəl, qəşəng insandır. Belə insanlarımız çox olsun ki, sizlə bizə xalq xidmətində yardımçılar, köməkçilər çox olsun. Akademiyasının Memarlıq İncəsənət İnstitutunun böyük elmçisiydim. Zam direktor müavinimiz İmaş müəllim dedi, mən təzə gəlmişəm. Orada bizim bir Azərbaycanlı Almaz Məcidov adında gül balamız var. O nə lazımsa kömək eləyəcək. Əlaqə saxladıq, getdim, tədbirdə iştirak elədim, yüksək səviyyədə keçdi, elədi. Sözüm onda yox. Ondan sonra, bura qayıdandan sonra, o akademiyanın bağlılıq yaranandan sonra oradan mənim deməli sənədlərimin gəlməsi ilə bağlı ziddiyyət yarandı, çətinlik yarandı. İndiki kimi deyildi. Yenə Almaz xanım dedi ki, bunu ancaq və ancaq Səxavət müəllim eləyə bilər. Kimdir? Ondan sonra tanımışam. Və bununla sizin hər biriniz kimi mən də yaxından tanış olandan sonra mənim əzizlərim, bəli, mənim də ürəyim dağa dönmüşdü. Doğrudan cənab generalımız necə təsvir edirsə, o Əskər müəllim necə təsvir edirsə, mən bunun hamısını qələmə alaraq nəzmə çəkdim. Doğrudan da tanış olandan sonra ürəyim dağa dönmüşdü. Və mən minnətdaram
Türk Dünyası Aksakalları Gazetinin o vaxtı en məhsuldar vaxtıydı ve onun da en aparıcı mütəxəssisi bugünkü günde aramızda Şəfa xanım. Qalxın ayağa, xahiş edirəm. Şəfa xanım bu gazetin yaradıcısı ve cevapkeşi, əzabkeşidir. Ve demək olar ki, hər nömrədə mənim məqalələrim buraxılırdı o vaxt. Özü deyər yəqin ki. Və bu məqaləni də orada yerləşdirdik. Keçib, gör neçənci ildir bu, 21-ci ildə çap olunur. Lakin ona baxmayaraq bugün gətirmişəm. İcazə verin, indi mən də bu qəzeti yenidən buna təqdim edeyim. Bugün də yəqin, bugünə qədər mənim ürəyim dağa dönmüşdü. Bugün yəqin ki, bu tədbirdən sonra sizin ürəyiniz dağa dönəcək. Mənim ürəyim duvajdı dağa döndü. Mənsə, bayaq dedilər, vurğuladılar. Həmişə deyirəm, kişi od ol sözünü yandıra bilər. Kişinin kişiliyi, qüruru, əzmkarlığı, mənliyi, ləyaqəti, urbatı, şərəfi hamısı onun həyat yoldaşıdır. Həyat yoldaşı kişinin kişi də eləyə bilər, həyat yoldaşı kişini bir anda yerə vurub məhv eləyə bilər. Mən sizə yox, bugünkü günün müqabilində bacımız Munirə xanıma minnətdarlığımı bildirirəm. Və sizi yox, bugünkü yubiley münasibətilə bir daha Munirə bacımızı təbrik edirəm ki, sizin bu günlərdə əməyiniz böyükdür. 72-ci ildə Azərbaycana gəlməsəniz, oraya getməsə, orada sizlə tanışlıq davam eləməsə, ailə həyatı qurmasanız, Səxavət müəllimə 3 oğlan, 2 qız verməsəydiniz, bu formada mehribançılıq ola bilməzdi. Oldu, bacı, gözünüz aydın, sizi təbrik edirəm. Onun əlini sıxmağıma baxmıyorum. Bu Azərbaycancı oldu, bu keçdi pasmadı. İndi xahiş edirəm, bayaqdan Səxavət müəllim deyir ki, burada ürək dolusu ilə gələn yoldaşlar var. Bərdən Oyanəli müəllimdən sonra bir qalxsınlar, öz ürək sözlərini desinlər və təqdim eləsinlər. Kim? Mikrofonu Şəfadan danışmıyor. Tələsmə, o bütün redaktordur da, cəfa keçdi. Bütün məclis iştirakçıları, hamınız xoş gəlibsiniz. Biz də şadıq burada iştirak etməyimizə, minnətdarlıq bildiririk bizi dəvətə görə. Səxavət müəllimi ilk gündən tanıdığımız vaxtdan bir qonşu kimi tanıdıq, ağsaqqal kimi görüşdük. Görüşən kimi dərhal yəni bu insanın nə qədər mədəni bir ağsaqqal adam olduğuna, hamıya xeyri dəyən bir insan kimi tanıdıq. Yəni mən orada bir neçə hadisə oldu və Səxavət müəllim adı kimi səxavətli və düz insan kimi tanıdıq. Bəzi bir işə görə sadə bir qısa bir deyəcəm. Yəni biz Səxavət müəllimi biz orada qonşu kimi, sonra yavaş-yavaş bütün xeyirşərdə iştirak eləyə hər bir xüsusiyyətinə bələd olduq. Gözəl bir insan kimi, ağsaqqal kimi öz mədəniyyəti ilə, ehtiramı ilə qonşu bacada hörmətin qazandı. Hamı onun hörmətin gətirir öz mədəniyyətinə görə, öz dəyərinə görə. Yenə də minnətdarlıq bildiririk. Bir daha təbrik edirəm. Allah sizlərə can sağlığı versin, uzun ömür versin. Əsas mənim burada bugün qazancım Turan Elmlər Akademiyasının üzvləri ilə tanışdığım oldu. Və mən özüm qiyabi olaraq dünya türk dillərinin araşdırması ilə məşğulam. Bütün dünyada türk dilli olan xalqların dillərin araşdırması ilə, yaxınlığı ilə məşğulam. Məni kədərləndirən arada qoyulan sərhədlər, çəpərlərdir. Yanımda ölüm olsa belə mən ondan göz yaşı axıtmaram. Ancaq məni həmişə kədərləndirən, gözümdən yaşı axıdan o arada qoyulan sərhədlərdir. Milləti, qardaşı bir-birindən ayıran sərhədlərdir. Siz böyüklərimizin qoyduğu yolla inşallah güman edirəm yaxın gələcəkdə o çəpərlər aradan götürürlər və Türk Dünya Birliyi, bütün millətimiz birləşər. Ondan böyük mənim üçün dünyada sevinç yoxdur. Sağ olun ki, Səxavət müəllim bu günləri bizi bura çağırdığınıza görə və biz də bu sevincə qatıldıq.
Bir də bildirmək istəyirəm ki, yəni biz bərabər Qəhrəman qardaşımla, biz orada elə bir qardaş əmioğlu kimi Qəhrəmanla da hamımızın adından, qonşular, bacalar, ailəmizin adından, hamısından sizin doğum gününüzü təbrik eləyir. Uzun ömür, can sağlığı arzulayırıq. Sağ olasınız. Yardımcınız sözü olundu. Çox sağ olun, təşəkkür edirəm söz verdiyinizə görə. Deməli, Rus dilində deyim, сын познает отца только когда стал отцом. Allah'a şükür bu günlere çattım. İndiki yüreğimde olan sözlerimi tam diyebilmirəm ama çok atamdan çok fəxr edirəm. Çok fəxr edirəm ki böyle İsmail bölgeyi var, Adet ailesi var, Seleyi var, kendi var, Seleyi halk var. yüreğimde olan sözleri hamısını tam diyebilmirəm. Ama yüreğimde olan atama sevgi hareketimde bile olmasam da ama hemşe niyetimde var. Teşekkür ederim. Hemşe. Çünkü hemşe oğul atanı tam başa düşebilmez. Çünkü ata olmadan atanı tanıyabilmez. Allah'a şükür ata da oldu. İndiki vaxtlarda yavaş yavaş atanı tanımaq başlayır. Ona göre Allah'a şükür atama uzak ömür, can sağlığı, büyük sabırı olan sabrı ondan da yükselsin, ondan da büyük olsun ki bize o kadar sabır gösterip, o kadar terbiye verip, o kadar ömürde nətər özümüzü apardığımızı, özümüzü nətər bu günlere çattığımızı hamısına atamıza minnətdarıq. Atamızla bir yerde anamıza minnətdarıq. Size çok teşekkür ederim. Hamınızı geldiğinizə görə. Hamınızla tanış olduğuma çok şadam. Şimdi yani üzür istəyirəm, Azərbaycan dilim o kadar yaxşı olmasa da ama ürəyimdə olan sözlerimi demek istedim. Ürəyimdə olan sözlerimi demek istedim. Hamınızdan Allah razı olsun. Çok sağ olun. Bugün bizim ailenin çok değerli bir günüdür, çok güzel bir gündür. Biz həmişə atamızla fəxr eləmişik. Bugün də çox gürür duyuram. Atama uzun ömür, can sağlığı arzu edirəm. Həmişə ailə başçısı kimi çok güzel ata, çok mehriban, qayğıkeş, övladlarının arxasında dağ kimi dura bilən bir ata. Yani siz atamı kollega kimi, siz atamı dost kimi tanıyırsınız. Ama biz aile kimi, atam çok güzel aile başçısı, çok mehriban ve onu çok sevirik. Ve bunu her defa əməllərimizdə və sözlərimizdə təkrar eləməyə hazırıq. Həmişə başımızın üstündə, anamla bir yerdə, can sağlığı ilə, həmişə bir yerdə olsunlar. İnşallah ki bütün nəvələrinin, bütün dostların ve nəvə nəticələrin xoş günlərində başda olsunlar. Təbrik edirəm. Çok sağ olun bugünü geldiniz. Çok sağ olun bugünü, değerli günü bizimle bir yerde bölüşürsünüz. Çok sağ olun. Respublika Aksakallar Şurası'nın özüne məxsus gazeti var idi. Sonra bu Aksakallar Şurası'nın içerisinden bir grup ayrıldı ve Tayyip deyilen Türk Aksakallar İctimai Birliği'ni yarattı. Mən Sabir müəllim canlı şahidəm ki, həmin qrupumun yaranmasında en çok emeği olan varsa, çünkü niye? Gazet kollektiv təbliğatçı, təşviqatçı ve təşkilatçıdır. Gazeti ayağa kaldırmak ile kollektivin özünü ayağa kaldırmaktır. Emeği olan varsa onlardan biri de Şəfa Şərəfat adında Gözəl xanımdır. Türkiye'de de Öztürk deyilen yeni başka bir kurumlar, bir neçə qurumun ictimai birliğin yaranmasına sebep oldu.
İndi yenidən Azərbaycana qayıdıb, artıq özlərinin televiziyası, qəzeti, ondan sonra radyo verilişləri hamısı olmaq azmındadır. Bəs belə olan təqdirdə bugünkü gündə Şəfa xanımı dinləməyəkmi? Söz sizin. Gözəl günlərimiz olsun. Biz Səxavət müəllimlə 93-cü ildə görüşmüşük Budaq müəllimin yanında. Allah rəhmət eləsin. Akademik uzun illər onlarla bərabər oldum mən. Mənim məktəbimdə, yetişməyimdə ağsaqqalların böyük payı var. Hər birinizə bir ağsaqqal olaraq öncə təşəkkür edirəm. Yəni bugün mən yaradıcılığımda, inkişafımda, hər şeyimdə ağsaqqalların rolu böyükdür. Mən də sizə uzun ömür, can sağlığı arzulayıram. Var olun, qoy bütün Türk ellərində sizi kimi ağsaqqallarımız çox olsun. Hər bir ocaqda, hər bir evdə ağsaqqal sözü əskilməsin, ağsaqqallar var olsun, həmişə var olun. Təşəkkür edirəm, 100 yaşayın, sağlam gəlməsin. Sən el sevincidir, gözümün işini qədim gəncədir. Ulu əcdadımı heç vaxt anmaram. Mən Azərbaycanam, Azərbaycanam. Allah'ım bu güne şükür ki birbirinize ruzu bereket verirsiniz. Kerem bu da 75'ti de. 75 yok 45. Sağ ol. Melike de vermem. Melike papasının kızı da onu ya. Mamasını